Ağ Ev, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın Qəzza zolağında İsrail-Fələstin münaqişəsinə son qoymaq planını dərc edib. Planda nəzərdə tutulub ki, İsrail anklavı işğal etməyəcək və ilhaq etməyəcək. Qəzza terrorsuz olacaq və yenidən qurulacaq. Qəzza Trump'ın rəhbərlik etdiyi beynəlxalq qurumun nəzarətində olan müvəqqəti hökumət tərəfindən idarə olunacaq. İsrailin təklif olunan razılaşmanı qəbul etməsindən sonra 72 saat ərzində girovların azad edilməsi müqabilində münaqişə dərhal dayandırılacaq. İsrail qoşunları Qəzzadan çıxarılacaq və hərbi əməliyyatlar dondurulacaq. Həmas və digər qruplar birbaşa və ya dolayı yolla Qəzzanın idarə edilməsində iştirak etməyəcək. Silahsızlanmağa və dinc yanaşı yaşamağa razı olan Həmas üzvləri üçün amnistiya veriləcək. Maraqlıdır. Sözü gedən plan Qəzzanın hazırki vəziyyəti üçün nə dərəcədə uğurludur? O, Fələstinlə münaqişəyə son qoyacaqmı? Siyasi şərhçi Taleh Əliyev bu barədə Today Press TV-yə danışıb. O bildirib ki, təklif olunan növbəti sülh planında göstərilən Qəzzanın beynəlxalq müvəqqəti hökumət tərəfindən idarə olunması ideyası, eyni zamanda Həmasın və digər qrupların regionu tərk etməsi və razılaşmadan 72 saat sonra bütün girovların azad olunması bəndləri olduqca mürəkkəb bəndlərdir. Bu şərtlər yeni mübahisələrə səbəb olacaq. Stat: Hesab edirəm ki, bu üç məsələ xüsusilə Həmas tərəfindən qəbul edilməyəcək. Donald Trump hakimiyyətə yeni gələrkən bəyan etmişdi ki, o Qəzzanı yenidən quracaq və Amerika Qəzzalıları oradan çıxarıb Qəzzanı tamamilə öz nəzarətinə götürəcək. Yenidən bu ideyanın oxşarı olan bir beynəlxalq hökumətin qurulması Qəzzada ciddi narahatlıq yaradar. Digər tərəfdən Həmasın və digər qrupların bölgədən uzaqlaşdırılması məsələsi var. Onsuz da ilk gündən Həmasın dirəniş göstərdiyi məsələlərdən biri Qəzzanı tərk etməməsidir. Başqa bir məsələ isə Həmasın və Fələstin tərəfinin heç bir ciddi zəmanət əldə etmədən bütün qrupları azad etməsidir. Hesab edirəm ki, bu tələblər qarşı tərəfdən qəbul olunmadığı üçün sülh ideyası da gerçəkləşməyə bilər. Statın sonu. Qeyd edək ki, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar 2023-cü il oktyabrın 7-sindən davam edir. Nicat Osman, Namiq Abbasov, Today Press TV.